Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün mən sizə süd vəzni stereotoksik biopsiyası haqqında məlumat vermək istəyirəm. Süd vəzni stereotoksik biopsiyası mammoqrafiya müayinəsi zamanı aşkar olunan şübhəli sahələrin, hansı ki kliniki baxış zamanı təyin olunmur və ultrasəs müayinəsi zamanı vizualizasiya edilmir, həmin sahələr adətən mikrokalsinatlar toplusu ilə təqdim olunur. Şübhəli sahələrdən toxuma nümunələrinin götürülmək üçün tətbiq olunan xüsusi invaziv diaqnostik üsuldur. Stereotoksik biopsiya mammoqrafiya rəhbərliyi ilə icra olunur. Süd vəzi xüsusi formada sabitlənir. Daha sonra müxtəlif bucaqlar altında süd vəzi görüntüləri əldə edilir. Əldə olunmuş görüntülərdə kompüter vasitəsilə həmin bizi maraqlandıran şübhəli sahə işarələnir. Daha sonra xüsusi iynə vasitəsilə bizi maraqlandıran şübhəli sahədən bir neçə toxuma nümunəsi götürülür və histoloji laboratoriyaya müayinə üçün yönləndirilir. Stereotoksik biopsiya yerli keyitmə ilə aparıldığı üçün müayinə tam ağrısız şəraitdə icra olunur. Proseduradan sonra süd vəzi nahiyəsində bir qədər həssaslıq müşahidə oluna bilər. Bu həssaslıq da bir neçə saat sonra keçib gedir. Stereotoksik biopsiya zamanı biz süd vəzdə aşkar olunan şübhəli sahənin bəd və ya xoş xassə olub-olmadığı haqqında dəqiq məlumat əldə edirik və bu daha sonra təyin olunan müalicədə önəmli rol oynayır. Stereotoksik biopsiya zamanı süd vəzdə aşkar olunan ən əsas da erkən mərhələdə təyin olunan, yəni mikrokalsinatlar ilə təqdim olunmuş xərçəngi diaqnostikasında tətbiq olunan önəmli və dürüst diaqnostik üsuldur.